57-ci suala baxaq. Uyğunluğu müəyyən edin. K cismi, M cismi və L cismi verilmişdir. Şəkildə göstərilən vəziyyətdə maye daxilində tarazlıqdadır. Baxın, burada bu vəziyyətdə biz bu cismə təsir edən qüvvələri göstərməliyik. Əlbəttə ki, bu cismlərə yer tərəfindən ağırlıq qüvvəsi təsir edir və mg ilə hesablanır. Həmçinin maye daxilində olduğundan Arximed qüvvəsi təsir edəcək və onu yuxarıya doğru göstəririk istiqamətinə. Eyni ilə M cisminə də mg qədər ağırlıq qüvvəsi təsir edir və burada da Arximed qüvvəsi yenə yuxarıyadır. L cisminə də ağırlıq qüvvəsi təsir edir və Arximed qüvvəsi də yenə yuxarıyadır. Baxın, birinci halda K cismində gördüyümüz kimi burada bu cismlər tarazlıqda deyir axı. Tarazlıqda olduğu üçün əlbəttə ki, yuxarıya doğru yönələn qüvvə bərabər olmalıdır aşağıya doğru yönələn qüvvələrin cəminə. Bax, yuxarıya doğru F Arximed yönəlib. Deməli, onda F Arximed bərabərdir. T1 və mg də aşağıya doğru yönəldiyindən T1 üstə gəlinsin mg-yə. Bu K cismi üçündür. M cismi üçünsə fikir verin, artıq burada T2 də yuxarıyadır, F Arximed də yuxarıyadır. Ona görə T2 üstə gəlinsin F Arximed bərabər olacaq mg-yə. Aşağıya doğru mg-miz yönəlir. Üçüncü halda L cismində isə mg bərabər olacaq F Arximedə. Aha. Baxın, indi deyir ki, cismə təsirin ağırlıq qüvvəsi Arximed qüvvəsinə bərabərdir. Hansındadır? Bax, ağırlıq qüvvəsi Arximed qüvvəsinə bərabər olan. L cismindədir. Deməli, 3-ə uyğun olacaq A bəndi. B variantında isə deyilir ki, cismə təsirin ağırlıq qüvvəsi Arximed qüvvəsindən böyükdür. Baxın, ağırlıq qüvvəsi Arximed qüvvəsindən böyükdür. Buradadır, gördüyünüz kimi mg bərabərdir F Arximed üstə gələk T2-dir. Mg əlbəttə ki, F Arximeddən daha böyük olacaq. Çünki Arximed qüvvəsinin üstə T2 gəlib. Deməli, Arximed qüvvəsi daha kiçikdir ki, onun üzərinə T2 gəlib və T2-nin də müəyyən bir qiyməti var. Mg alınıb. Yəni, bu B variantı M cisminə uyğun olacaq. C-də isə deyir ki, cismə təsirin ağırlıq qüvvəsi Arximed qüvvəsindən kiçikdir. Bax, burada Arximed qüvvəsi, ağırlıq qüvvəsini tapsaq, mg bərabər olacaq. F Arximed çıxaq T1-ə. Gördüyümüz kimi Arximed qüvvəsindən əlbəttə ki, kiçik olacaq ağırlıq qüvvəsi. Çünki müəyyən bir T1 qiyməti çıxılıb Arximed qüvvəsindən. Deməli, 1-ə də uyğun olacaq C bəndi. D-də isə deyir ki, cismin kütləsi onu sıxışdırıb çıxardığı mayenin kütləsinə bərabərdir. Bu hansı halda uyğundur? Əlbəttə ki, Arximed qüvvəsi cismin belə deyək də çəkisinə, mg-sinə bərabər olanda mg-yə. Baxın, L cismindədir gördüyümüz kimi. Aha, deməli, bu da L cisminə D-yə uyğun olacaq. Y variantda cismin sıxlığı mayenin sıxlığından çoxdur qeyd olunub. Rho, cisim böyükdür, Rho maye. Bu hansı haldadır? Əlbəttə ki, cismə təsirin ağırlıq qüvvəsi ona təsirin Arximed qüvvəsindən böyük olduqda, yəni mg F Arximeddən böyük olduqda. Qeyd etdik ki, bu da M cismindədir. Deməli, Y variantı da ikinciyə uyğun olacaq. 1-ə uyğun oldu C, 2-yə uyğun oldu B, Y və 3-ə də uyğun oldu A, D.